Beynəlxalq Qaleriya və Azərbaycanda Kazak Həmyerliləri Cəmiyyətinin birgə təşkilatçılığı ilə 9 may faşizm üzərində qələbə günü münasibətilə tədbir və mövzuya uyğun sərgi təşkil olunub. Tədbirdə tarixi qələbənin əhəmiyyəti, müharibə illərində xalqların həmrəyliyi və müasir dövrdə sülhün qorunması mövzuları vurğulanıb. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova açılış nitqində bildirib ki, bu tədbir yalnız tarixi yaddaşın canlandırılması deyil, həm də müxtəlif xalqların sülh uğrunda birgə mübarizəsinin simvoludur. Sərgidəki hər bir əsər insanlıq tarixinin bu parlaq səhifəsini əks etdirir. Azərbaycanda Kazak Həmyerliləri Cəmiyyətinin sədr müavini Ruslan Steptsov isə vurğulayıb ki, Azərbaycan və Kazak xalqları həmişə sülh və ədalət uğrunda birgə dayanıb. Bu tədbirdə bizim üçün həmrəylik və dostluq dəyərlərini bir daha təsdiq edir. Tədbirdə həmçinin Azərbaycan Kazak Cəmiyyətinin texniki şöbəsinin rəisi Rauf Mehdiyev və Kazak Həmyerliləri Cəmiyyətinin əməkdaşı Yevgeniya Demkina mədəniyyətin tarixi yaddaşın saxlanmasındakı rolunu qeyd edən çıxışlar etdilər. Tədbir çərçivəsində 20 rəssamın faşizm üzərində qələbə mövzusuna həsr olunmuş əsərləri nümayiş etdirilib. Rəssamlar tədbirin sonunda qramota ilə təltif olunublar. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova və layihə rəhbəri Aygün Əzizova mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinə görə ordenlə mükafatlandırılıblar. Tədbir xatirə foto çəkilişi ilə başa çatıb.